ikinci dərəcəli üzvlərimizdən sən də keçirəyim nəyi? Təyin. Bəs təyin nədir? Təyin, onu dedim, yardım sıfır deməmişdən çıxmamışdım. Tamamlıq digər cümlə üzvləri ilə hansı əlaqədə olacaq? Məsəl üçün, yönlük halda varsa, yönlük hal şəkilçisi varsa, məsələn, yönlük haldadırsa, tamamlıq, çıxışlıq haldadırsa, yerlik haldadırsa, ondan sonra təsirlik haldadırsa, bu hansı əlaqə olacaq? Hal şəkilçisi hansı əlaqənin göstəricisidir? İdarə. Deməli, təsir tamamlıqlar, istər vasitəli tamamlıqlar hansı əlaqədə olacaq? İdarə əlaqəsi. Tamamlıq idarə əlaqəsində həm əsas tərəf ola bilir, həm aslı tərəf ola bilir. Niyə? Tamamlıq indi biz keçəcək, təyin ilə işlənəndə olacaq əsas tərəf. Məsələn, deyəm ki, yaxşı insanları itirməyin. Sevin. Sevin xəbər, itirməyin xəbər. Kimi itirməyin? İnsanları. Necə insanları? Yaxşı. Özündən sonra gələn sözünü izah edir. Burada yanaşma əlaqəsidir. Yanaşma əlaqəsində bu asılı tərəfdir. Birinci tərəfdir, əsas tərəf. Bir də insanları itirməyin. Burada hal şəkilçisi varsa olduğu hansı əlaqə? İdarə əlaqəsi. Burada idarə əlaqəsində bu asılı tərəfdir, xəbər əsas tərəfdir. Demək ki, tamamlıq həm əsas tərəf ola bilir, həm də asıl tərəf ola bilir. Yanaşma əlaqəsində əsas tərəfdir, idarə əlaqəsində isə asıl tərəf. Güzel. Gəldi təyin. Təyin özündən sonra gələn, bax, təyin özündən sonra gələn cümlə üzvlərini izah edir, təyin edir. Yəni, buna görə adına bunu təyin deyirlər. Misal üçün, bir şeyin əlamətini və keyfiyyətini, necəliyini izah edir. Məsələn, deyəm ki, Fərid məsuliyyətli, çalışqan şagirddir xəbər. Necə şagirddir? Çalışqan, çalışqan. Necə şagirddir? Məsuliyyətli. Kim? Fərid. İndi özündən sonra gələn sözlər və cümlə üzvləri neyir? Əlamət və keyfiyyətini izah edir. Burada keyfiyyətini izah edir. Bəli, deyəm ki, məsələn, uzun saçlı, məsələn, deyəm ki, uzun saçlı qız ölkəmizin azadlıq simvoludur. Əhməd Cavadın uzun saçlı qız əsəri var. Orada uzun saçlı qız azadlıq simvoludur. Misal üçün deyək ki, azadlıq simvoludur xəbərə Sara, məsələn, Sara deyir. Hansı qız? Uzun saçlı qız. Görürsən, burada nə var? Əlamət var. Niyə? Çünki saçı gözlə görünəndir. Burada nə var? Keyfiyyət var. Niyə? Çünki burada gözlə görünmür. Yəni, əlamət, özündən sonra gələn sözlərin və cümlə üzvlərinin keyfiyyətini və əlamətini bildirən cümlə üzvünə biz nə deyirik? Təyin deyirik. Təyin həmişə həmişə asılı tərəfdir. Bax, təyin həmişə necə tərəfdir? Təyin həmişə asılı tərəfdir. Bir halda təyin əsas tərəf ola bilər. Əsas tərəf də ola bilər. Nə vaxt ola bilər?
Təyini izah edəndə əsas tərəf olur. Misal üçün, yenə də təyinin biri asıl tərəf olacaq. Bax, deyirəm ki, məsələn, buna görə misal verim. Deyirəm ki, bax, burada uzun saçlı qız, burada yanaşma əlaqəsindədir və birinci tərəfdir, asıl tərəf. Mənsubiyyəti, asıl tərəf. Çalışqan, asıl tərəf. Birinci gələn söz. Niyə? Çünki yanaşaraq özündən sonra sözü izah edir. Hansı əlaqə var burada? Yanaşma əlaqəsi var. İndi baxın, burada da təyinlə asıl tərəf olanda hansı əlaqədə olacaq? Yanaşma əlaqəsində asıl tərəf olacaq. Təyinin bəzi bir cümlə var. İlk misal üçün sarı donlu qız. Qonşumuzdur. Kim? Qız. Hansı qız? Donlu qız. Hansı qız? Sarı qız. İndi bax, təyinlərdən bax, bu sarı qızı izah edir, yoxsa donunu? Bəli, sarı donun rəngini izah edir. Don da qızın geyimini izah edir. Demək ki, bu sarı sözü, donlu sözü ilə arasında yanaşma əlaqəsi var. Və bu zaman bu donlu sözü əsas tərəf olur. Buna görə, birinci tərəfə görə, əsas tərəf olur, yanaşmaya görə. Buna görə o da əsas tərəf. Amma qızdan işlənəndə isə aslı tərəf olur. Ona görə də bəzən təyinlər əsas tərəf ola bilər, aslı tərəf ola bilər. Aydın oldu? Nə vaxt aydın oldu? Özündən əvvəl gələn təyin, həmin təyini izah eləyərsə, yəni birbaşa mübtədanı izah edə bilmirsə, və yaxud tamamını izah edə bilmirsə, görürsən, burada sarı sözü birbaşa qızı izah edə bilmədi. Nəyi izah edə? Donlu sözünü izah edə. Donlu sözünü izah edəndə görə bu təyinə görə yalnız aslı tərəfdir, amma donlu təyini cümlədə sarı təyinə görə əsas tərəfdir, amma qız mübtədasına görə aslı tərəf. Buna görə də donlu sözü, yəni donlu təyini cümlədə həm əsas tərəf oldu, həm də aslı tərəf oldu. Sən istələr ki, təyinlər yalnız asıl tərəfdir, diqqətli olacaqsan, götürməyəcəksən. Çünki təyinlər əsas tərəfdə ola bilər. Təyinlər asılı tərəfdə ola bilər. Amma daha çox asılı tərəf. Oldu mu? İndi, təyinlərin də quruluşca növü eyni. Da bilirsən ki, söz birləşməsində ifadə olunanda təyinlər quruluşca əsas tərəf mürəkkəb olur. Nitq səhvini ifadə olunanda təyinlər sadə olur. Amma belə bir cümlə var. Bax, yadda saxla. Həsən əmsi ilə Həsən əmsi yazmayaq, orada başqa şey yazaq. Məsələn, idarə rəisi Əhmədlə söhbət edirdi. Belə bir cümlə yazaq. İdarə rəisi Əhmədlə söhbət edirdi. Cümləsində, bax, idarə rəisi cümlədə həm mürəkkəb təyində ola bilər, idarə rəisi cümlədə mübtəda da ola bilər. Bu cümlədə işlənmə yerinə görə diqqətli olmaq lazımdır. Söhbət edirdi, söhbət mürəkkəb fiili cümlədə sadə xəbər. Kimlə söhbət edirdi? Əhmədlə. Kim söhbət edirdi? İdarə rəisi. Mübtəda oldu mu? Bir də deyəm ki, o idarə rəisi, məsələn, idarə rəisi, bir də deyəm ki, idarə rəisi Əhmədlə o söhbət edirdi. Aydın oldu? Məsəl üçün deyək ki, idarə rəisi Əhmədlə söhbət edirdi. Bir də deyəm ki, idarə rəisi Əhmədlə söhbət edirdi. Yəni, idarə rəisi Əhmədlə o söhbət edirdi. Yəni, burada idarə rəisi cümlədə təyinli ola bilər. Burada mübtəda da ola bilər. Ona görə bu tipli cümlələrdə cümlənin məzmununa baxmaq lazımdır. Aydın oldu? Və yaxud da deyirəm ki, məsələn, bir qız, məsələn, qız qalası yazmaq var.
Deyirəm ki, belə bir cümlə düşünməyəm. Məsələn, taxta qaşıq, bax yazalım, taxta qaşıq işlədilmək üçün bir vasitədir. Şimdi bax, burada diqqətli olmaq lazım. Məsələn, taxta, qaşıq düzəldilmək üçün da. İşlədilmək üçün, bax, taxta, qaşıqda, belə yazaq. Bax, taxta, qaşıqda işlədilmək üçün bir vasitədir. Düz cümlədə bəs enlərmadilik var. Amma, məsələn, nə taxta? Oldu mu? Bir də deyəm ki, taxta qaşıqda, hansı qaşıqda? Vurğuya görə deyir. Yox, burada taxta sözü, məsələn, taxta qaşıqda istifadə edilmək üçün bir vasitədir. Nə? Taxta. Burada oldu mübtəda kimi. Bir də deyəm ki, taxta qaşıqda işlədilmək üçün bir vasitədir. Nə? O. Məsələn, yemək. Və ya nə? Deyək ki, tutacağı. Və ya nə? Deyək ki, yonulması. Məsələn, misal verin da. Belə cümlə inlərə bağlı olur. Məsələn, gümüşü, cüvəri belə sözlər var, tam ağlıma gəlmədi. Ona görə də yazdım ki, bil. Yəni, taxta qaşıq sözünün, taxta sözü mübtəda da ola bilər, təyin də ola bilər. Yəni, bu cümlənin mənasına görə baxasasan da, cümlənin mənasına görə. Yəni, taxta sözü qaşıqda işlətmək üçün bir vasitə, və ya qaşıq düzəltmək üçün bir vasitədir deyəndə, o zaman mübtəda. Amma taxta qaşıqda, misal üçün deyir ki, yemək yedim, o zaman taxta orada nə? Təyin. Ona görə diqqətli olmaq lazım. Yəni, bir cümlədə iki mənada işlədə bilər. Nəyə gəldik? Sonra, təyində quruluşca növləri. Təyinlər ən çox ilk hissələri olaraq isim və zərf, cümlədə sifətləşəndə, sifətləşmə nədir? Sifətin suallarına cavab verəndə təyin olur. İsimlərdən daha çox material bildirən isimlər var. Material bildirən isimlər var. Hansılar material bildirən isimlər? Misal üçün, renzin, taxta, gümüş, qızıl, pambıq, yun, kətan, ipək, plastik, ondan sonra deyək ki, beton, ondan sonra mərmər, dəmir, daş və s. Material bildirən isimlər ki, bu material bildirən isimlər cümlədə özündən sonra gələn sözləri izah edəndə və isimləri izah edəndə təyin olur. Misal üçün deyəm ki, anam mənə yun corab aldı. Aldı xəbər. Nəyə aldı corabı? Kim aldı anam? Nə aldı? Necə corab aldı? Yun corab. Kimə? Mənə. Bax, buradakı yun nitq səsini isimdir. Amma cümlədə nədir? Təyin. Niyə? Bu sifətləşdir. Buna sifətləşmə deyilir. Yəni, özündən sonra gələn ismi izah edir. Aydın oldu mu? Və yaxud da yuxarı, zərf. Və yaxud da zərf. Deyirəm ki, yuxarı mərtəbədə qardaşım qalır. Qalır xəbər. Kim qalır qardaşım? Harada qalır mərtəbədə? Nədə qalır mərtəbədə? Hansı mərtəbədə? Yuxarı mərtəbədə. Mərtəbədə əslində ərazi olduğuna görə bunu zərflik edəcəyik. Harada qalır mərtəbədə? Mərtəbə, yəni bina mərtəbədə. Soyaq da deyəm ki, sağ tərəflər bizimdir. Bizimdir. Nə bizimdir tərəflər? Hansı tərəflər? Sağ tərəflər. Cümlədə nədir? Sağ, sol, iləri, geri, ora, bura.
Yön istiqamət. Yön istiqamətli zərflik. Və ilk səskinləri zərf. Və cümlədə nələrdir? Sifətləşdir. Niyə? Çünki hansı sualına cavab verdi? Hansı tərəflər bizimdir? Sağ tərəflər. Deməli, təyin suallar nədir? Təyin suallar hansı, necə, bayaq yazmışdıq da necə, neçənci, oldu mu? Nə qədər, nə qədər. Bunlar hamısı nədir? Təyin suallar. Sonra, bu zərflik idi. Sonra nə var ifadə vasitəsi olan? İfadə vasitəsi. Fe'li sifət. Ən çox təyin ifadə vasitəsi fe'li sifət. Bu fe'li sifət tərkiblə işlənə bilər. Tərkiblə işlənə necə olacaq? Mürəkkəb təyin düzəldəcək. Amma tərkibsiz işlənəndə sadəcə fe'li sifət olanda bu quruluşda necə olacaq? Sadə. Bu quruluşda necə olacaq? Mürəkkəb. Misal üçün deyirəm ki, oxuyan dostumu çağırdılar. Çağırdılar. Kimi? Dostumu. Hansı dostumu? Oxuyan dostumu. Bu sadəcə nədir? Fe'li sifət. Amma bir deyirəm ki, səhnədə yaxşı oxuyan uşaq dostumdur. Kimdir? Hansı uşaq? Baba. Səhnədə yaxşı oxuyan fe'li sifət tərkibidir. Quruluşda necə əmələ gətirir? Mürəkkəb. Sadəcə fe'li sifətdir. Quruluşda necə əmələ gətirir? Sadə. Demək, ifadə vasitəsi bir fe'li sifət oldu. İfadə vasitəsi nə oldu? Material bilən isimlər, zərf. Sonra ifadə vasitəsi nə olacaq? Say. Nə olacaq? Say. Daha çox təyin olanlardan birisi də saydır. Ən çox da təyin olanlardan misal üçün sıra sayları və miqdar sayları. Ən çox təyin olanlar sıra sayı və miqdar sayları. Misal üçün deyirəm ki, 5-ci siniflər gəldilər. Siniflər. Hansı siniflər? 5-ci siniflər. Miqdar sayları. Məsəl üçün, 5 kitab aldım. Nə aldım? Nəyi aldım daha doğrusu? Nə yox? Nəyi aldım? Neçə kitab aldım? 5. Neyini ifadə olunur? Sayın. Arzu. Sonra neyini ifadə olunur? Əvəzliklə. Ən çox ifadə vasitələrindən birisi əvəzlik. Hansı əvəzlik? Bir, işarə əvəzlik. Təyin əvəzlik. Oldu mu? İşarə, təyin, bir de sual əvəzlik. Sual əvəzlik. Tam onun ki, sual əvəzliyin işlənən bütün cümlə üzvləri, bunu yadda saxla. Sual əvəzliyin işlənən bütün cümlələr, istər mübtəda olsun, istər tamamlıq olsun, istər xəbər olsun, istər təyin olsun, suala cavab verməyəcək. Bunu izah edəcək. Məsələn, işarə əvəzliyin hansılardır? O, bu, elə, belə, həmən. Deyəm ki, həmən hadisə, həmən adam mənəm. Həmən adam mənəm. Mənəm xəbər. Kim adam? Hansı adam? Həmən adam. Bu kitab mənimdir. Hansı kitab? Bu kitab. Təyin əvəzlik. Deyəm ki, hər günün öz ətri var. Hər günün öz ətri var. Var xəbər. Nəyi var? Günün ətri. Hansı günün? Öz ətri. Hər gün. Cümlədə nə olur? Təyin. Sual əvəzləri. Deyəm ki, neçənci sinifdəsən? Sinifdə oxuyursan. Oxuyursan xəbər. Nədə? Sinifdə. Bizə artıq buna sual verə bilməsin. Cümlədə təyin. Yazında qalsın. Hamısını nümunə verir. Xəbərə də sual əvəzlikləri ilə bağlı bir yazıram bura.
sual əvəzlikləri ilə işlənən cümlə üzvləri. Bax, sual əvəzlikləri işlənən cümlə üzvləri sualı vermək olmur. Məsələn, hansılardır? Deyirəm ki, kim səni çağırdı? Çağırdı xəbər kimi səni. Kim müddədə? Və yaxud edək ki, kimi çağırırsan? Çağırırsan xəbər. Və yaxud da deyirəm ki, gələn kimdir? Və hətta fiili xəbərlər belə sual əvəzi ilə işlənilir və onlar suala cavab verilir. Məsələn, sənə bəzən deyə bilərlər, əsas diksiyələri cümlədə fiili xəbər yaradırmı? Fiildən başqa əvəzlik yaradır. Məsələn, deyirəm ki, o nə edir? O müddədə nədir xəbər? Başa düşdün? Bir də deyirəm ki, məsəl üçün, o necədir? İsmi xəbərdir, o müddədə. Bir də deyirəm ki, oxuyan. Yox, oxuyan, xəbər oxuyan. İndi əvəzliyə nümunə yazaq da, təyini nümunə yazaq. O hansı məktəbdə oxuyur? O hansı məktəbdə oxuyur? Oxuyur xəbər. Kim o? Hansı təyin? Nədə? Məktəb. Aydın olur. Yəni, sual əvəzlikləri ilə işlənən cümlə üzvlərinə sual vermək mümkün deyil. Eyni şəkildə təyin, sual əvəzindən ifadə olunanda cümlədə biz təyin, sual verə bilmərik. Bir dənə ifadə vasitəmiz qaldı, qoşmalı məsəl. Təyin, məsəllə işlənə bilirmi? İstisna hallarda təyin, qoşmalı məsəllə işlənə bilir. Qoşmalı məsəllə işlənə bilir. Məsələn, deyirəm ki, oxumaq kimi asandır. Asandır xəbər, necə asandır? Oxumaq kimi. İstisna hallarda işlənə bilir. Qoşmalı məsəldən başqa, qoşmalı digər diksiyələr cümlədə təyin ola bilirmi? Bəli. Misal üçün deyirəm ki, isimlə ifadə olunur. Məsələn, qoşmalı isim cümlədə təyin ola bilər. Məsəl üçün deyirəm ki, Fərid kimi çalışqandır. Çalışqandır. Necə çalışqandır? Fərid kimi. Heç mən material bir dənə isim qoymadım ha. Birbaşa başqa bir söz qoyum. Amma neyə işlətdim? Qoşma ilə işlətdim. Və yaxud da deyək ki, əvəzli ilə işlətdim. Zərf. Məsələn, əvəzliyin özü. Məsələn, deyəm ki, səncə çalışqan insan yoxdur. Yoxdur xəbər. Nə yoxdur insan? Necə insan? Çalışqan. Necə insan? Sənin qədər çalışqan insan. Səncə çalışqan. Sənin qədər çalışqan. Məsələn, bəzi cümlələrdə yazılır. Sənin qədər çalışqan. Neyə işlənir? Əvəzliyin işlənir. Bu sayla işlənir bilər. Məsələn, yaxşılar kimi olmaq. Məsələn, yaxşılar kimi yaxşı ol illər içində. Necə ol? Yaxşılar kimi yaxşı ol. Burada yaxşılar kimi yaxşı olduğunu belə zəfliyə gelib çıxır. Amma deyəndə, yaxşılar kimi insan olun. İnsan olmaq istəyirəm. İstədə də bilərsən, insan ol deyə də bilərsən. Yenə də burada zəfliyə gelib çıxır. Amma deyirəm ki, o da yaxşılar kimi biridir. Necə biridir? Yaxşılar kimi biridir. Yəni, belə cümlələr istədib sifəti qoşmanı təyin edə bilərsən. Və nə olur? Qoşmalı məsdər, qoşmalı isim, əvəzlik, sifət, say və zərf, hətta fiil sifət belə cümlədə nə ola bilir? Təyin ola bilir. Amma quruluşda necə təyin olacaq? Sadə təyin olacaq. Amma fiil sifət tərkibi, məsdər tərkibi, fiili bağlama tərkibi olsa, quruluşda necə təyin olacaq? Mürəkkəb təyin
olacaq. Bununla bağlı sualın varmı təyinlə bağlı? Əla.